sən məni sevmirsən. Burada iki variant fikirləşək. Əgər bunu bir Avropalı anaya desən, deyəcək ki, yox, səni sevirəm. Sadəcə hal-hazırda bizim buna büdcəmiz yoxdur. Amma Azərbaycanlı anaya desən, deyəcək, hə, sevmirəm. Sən seviləsi uşaqsan ki, sevmirəm. Ya da ki, ikinci variant da ola bilər ki, uşaq deyir ki, mən səni sevmirəm, çünki sən mənə oyuncağı almırsan. Burada deyək ki, biraz daha psixologiyaya hakim bir valideyn, deyək xarici valideyn, amma qərbi xaricidən, deyəcək ki, yox, səncə sən məni sevirsən, sadəcə hal-hazırda mənə əsəbisən, çünki oyuncağı sənə almadım. Biz deyirik ki, sevmirsən, sevmirəm, mən heç səni sevmirəm. Burada əslində uşağa hisslərini öyrətməyə başlamaq lazımdır. Uşaq dil açan gündən öz hisslərini ifadə etməyə çalışır. Lakin bu hissləri hər zaman olduğu kimi ifadə edə bilmir. Uşaq deyəndə ki, mən səni sevmirəm, əslində söhbət sevgidən getmir. Orada sadəcə olaraq sənə əsəbidir və bunu ifadə edirsən də ona öyrədirsən. Deyirsən ki, yox, sən məni sevirsən. Məncə sən məni sevirsən, sadəcə mənə əsəbisən. Uşaq fikirləşir, hə, deyəsən əsəblə sevgi eyni şey deyil. Mən anamı sevə bilərəm, amma ona əsəbi ola bilərəm.